Eləyirəm əziz və hörmətli dostlara və əziz ustadımıza, Döktür Rəhim Ağbayraq cənablarına. Bugünkü otağımız Ağqoyunlular, Qaraqoyunlular fərq eləməz rəngləri adlı ilə otağımız başlanacaqdır. Mən otağı çox o ibtida sözlərindən istəmirəm aparam qabaq. Çünki bilirəm Döktür Rəhim Ağbayraqla bizim bir 2-3 cələsə otağımızın bir təxiri olubdur. O təxirə görə tərcihim budur ki, bu gün elə otağımızın başlığı ilə bərabər Maykı da verəcəyim ay Döktür Rəhim Ağbayrağa. Çünki bilirəm bu gün bizim danışmağa çox sözümüz vardı hər halda. Otağımızı çox rahatca bu gün qabağa aparacağıq. Dostlar da eləyə bilərlər çox rahatca sözlərini və əcəb işə. Çünki mənə bəzi dostlardan yazılar yazıblar, Döktür Rəhim Ağbayraqdan sorular sorublar. Bəlkə özləri burdadır. İnşallah bəzi suallarınızı da cavab verə bilərlər. Tarix olaraq bu gün otağımız şənbə günü 21 tir ayının 1404-dür və 12-ci Julayın 12-si 2025-dəyik. Otağımız həman cür görürsünüz, Ağqoyunluların, Qaraqoyunluların üstündə danışılacaqdır. Neçə dənə mövzular vardır ki, bu gün otaqda onların üzərində danışılacaqdır. Mən o bəxşi heç oxumadan, çünki onun mən linkini qoymuşam, Döktür Rəhim Ağbayrağın linkini bu şərdə üstə tıklamışam. Odur ki, siz eləyə bilərsiniz, onun üstünə vurub və mövzular ki, bu gün otaqda gedəcəkdir, dəqiqən oxuyasınız. Sizdən çox təşəkkür edirəm. Döktür Rəhim bəy, buyurun, xoş gəlmisiniz sizi. Buyurun, eləyər, bəli, söhbətiniz vardı. Buyurun, maykınızı açın lütfən. Hər halda Sayın Doktor Rəhim Ağbayraq bərnamələrimizin idaməsində 42-ci bərnaməmizdə siz əziz eşidənlərimizlə olacağıq və ümidim vardı ki, maykımda bağlanmaya daha. Bugünün danışılacaq başlıqları xidmətinizə icazə versəz oxuyayım. Birinci mövzu əski Oğuz türklərinin totemi olan Qoç inancı. İkinci mövzu ki danışılacaqdır, Azərbaycan bölgələrində daş yazılar fiqurlarında məzar daşlarını necə öz əllərimizlə məhv etdilər. Üçüncü konu, ağ və qara nimadi necə güney və quzey işarətlərində var idi. Dördüncü, İslamdan öncə Qaraqoyunlu və Ağqoyunluların izləri. 5. Bayındır, Barınlı, Səhədlu və sairə iç köçlər bölgəmizdə. 6. Uzun Həsən, Qara Yusuf, iki padişah. 7. İki fərqli təsvir iki şahdan. Qara Yusuf, Uzun Həsən, viran qalmış xarabalar və məscidlər padişahı Təbrizdə və o tayda olan mücəlləl və heşmətli mövzələr. 8. Siyasi ilişkilər, ictimai və iqtisadi və dil baxımından bu iki şahların dövründə durumu. Hər halda Aydın Rəhim bəyi eşitmədən öncə vəzifə bilirəm ki, bir otaqlarımızın bir təvəqqüfü olduğuna görə və o dostlar ki, dəğdəğələri vardı, nigarançılıqları vardı. Öz təşəkkürümü bildirəm və tək-tək o dostlar ki, öz media və rəsanə və səhifələrində bu məsailləri, öz dəğdəğələrin və himayətlərin elan etdilər. Onlardan da bir təşəkkür eləyəm. Bir ibarətdə desək, geçmiş olsun. Cənab-ı Döktür Rəhim Ağbayraq, buyurun, Sayın Rəhim bəy sizi eşidir. Sağ olun. سلام gecəz xeyir olsun inşallah. Mənim əvvəl connectionim hey pur connection yazır. Dəyişib proksilərlə gəlmişəm. Bilmirəm səsim əgər vazehdir, mən başlayayım bu gecənin bəhsini inşallah aparaq qabağa. Səsiz var da Döktür, buyurun. Çox sevindik səssiz. Çox sağ olasınız. Pəmbə dağı cünun içrə nəhandır bədənim. Diri olduqca libasım budur olsun kəfənim. Canı canan diləmiş, verməmək olmaz ey dil. Nə niza eyləyəlim, kin nə sənindir, nə mənim. Bülbül qəmzədiyəm, bağ-ı bəharım sənsən.
دهن و قد و رخون غنچه و سرو چمنیم edemem terk Fuzuli سر کوی yarın vatanimdir 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 vatanım. Hər çağız xeyir olsun, əziz yoldaşlar. Sual soruşdular mükərrər, bir nigarançılığı yoxdur. Mən qısa bir videoyu qoydum, əlbəttə sonra münsərif oldum. Çünki əhəmiyyətsiz və səbəbsiz bir zaddır. Bu yolu gedəndə bu asiblər də olar. Amma xop bir müvəqqəti bazdaş idim, ondan sonra buraxıldım. Bu qısa cümlədən, yəni 4-5 cümlədən artıq söymirəm bu mövzuda danışaq və idamə verək. Yoldaşlar da ki, hey soruşurdular nə olubdu? Cəryan bu idi. Yetişəndə Ağqoyunlular və Qərəqoyunlular, biz bilmirəm bu 45-ci, 42-ci, neçəminci cələsədir. Dəfələrcə İranın tarixindən və Azərbaycanın tarixindən danışanda dedik ki, İranın tarixi məhdud ediblər 300 il doreyi Həxamənişiyə və qısa doreyi Sasaniyə. Yəni minlər il ondan qabaq, çün doreyi Holosin 4-cü buz dönəmi 11 min il bundan qabaq qurtulubdur. Və bizim yanıq təpəmizə baxaq, Hacı Firuz təpəsi adı kimdir? Hacı Firuzdur. Qədim adı müşəxəs dəyinəmən idi. Biz onlara baxanda biz görürük 9 min il ta 11 min il bundan qabaqdan ki, əkinçilik dövrü başlayıb, bəşər zeki halətdə, huşlu halətdə, büyüncü formada təməddün yaranıb, ilğarlıq yaranıbdı. Bu o zamandan vardı, bu tarix vardı bizdə. Amma o tarixi demirlər. Yəni siz mannalar dövrü ola, Huri, Quti, Lulubi, gəlin aşağı tərəfdə Sərəx məsələn ya İlam təməddününə baxın. Bunları demirlər. Elə bir bizim tariximiz o ki, Məhəmməd Rəza Şah elan eləmişdi 2500 məsələn filan ildən başlayıb və Həxamənişlərdən qabaq və heç zaman heç günə təməddünü yox idi və ondan sonra da qurtulubdu. Sonra vəhşi qovumlar gəliblər və bir qıssa dövrədə Pəhləvi tarixi vardı. Bəqiyyəsin özgə tarixi. Biz keçən bölümdə vaxtı Əşkanlılardan danışdıq. 500 il İranın tarixi havadadır. Bu ki dünənəcən söhbət edirdilər, deyirdilər bunlar bəli. Türklər Turanıdılar. Turanı da deyəndə bilirsiniz bu haldan Qəzvin tərəfinəcən var idi da. Kaşqəri bu cür deyir. Qum və Qəzvin Turanın mərzi idi. İran da deyiləndə indiki İran formu coğrafiyayı siyasıda در واقع مثلا افغانستان tərəfinə biz gərək gedək, aşağı tərəf cənubi şərq tərəfinə gərək gedək. Biz baxırıq görürük Qərəqoyunlular və Ağqoyunlular da eynən o şəkildə məhcur olublar, sansur olublar, boykot olublar, danılıblar və quzəra, keçici bir silsilələr kimi tanıtdırıblar. Şayad indi çox adam deyib 5 il, 10 il. Yox, bunlar 210 il İran pəhnəsinə, tək İran yox. Azərbaycanı Cünubi, Ermənistan, Gürcüstan, tutun Türkiyənin yarısı, Anadolu, Ərağın məsələn çoxlu qisməti, Fars, Kirman, ta gəlin baldan Xurasana yaxınəcən bunlar hökumət eləyiblər. Bəzi dönəmlərdə qısdalıb, bunların qələmroları, vüsətləri azalıb, çoxalıb. Amma biz məsələn Cahanşah zamanında görürük ki, bir böyük qələmro idi. Uzun Həsən zamanında böyük bir qələmro idi. Necə olur İran tarixində bunları çox keçici, köçəri, bilmirəm, mal qoyun saxlayan, belə bir məsələn hökumət kimi tanıtdırırlar. Elə bir nəzərə gəlir ki, Həxamənişlər məsələn huş məsnui ilə zadlan işlərdilər o zaman və bunlar məsələn qoyun saxlardılar. Əlbəttə bunu da sizə deyim. Düzdür, bu gün söhbət eləyəcək, görəcəksiniz ki, qoyun kəlməsi bunlarda əslən əsatiri bir məfhumu vardı. Bu cür deyil ki, bunlar qərə qoyun saxlardılar ya ağ qoyun saxlardılar. İstilahi ki, iştibahən zehnlərdə vardı. Çünki Azərbaycanın mühiti, Azərbaycanı qədim deyəndə biraz böyük olur da, üst tərəfi də tutur, Ermənistanı da tutur, Gürcüstanın çoxunda tutur, Türkiyənin biyazında tutur, Suriyənin və Ərağın şimal tərəfində tutur. Azərbaycan qədim zaman deyəndə böyük qələmro idi. Bu qələmroda ağ ya qoyun, qərə qoyun saxlamazdılar. Qızıl qoyun ya haman qəhvəyi tükü olan qoyun saxlardılar. Yəni bu iqlimə
uyan və burada dayanan qoyun ki, bara gələrdi, böyüyərdi, pərvəriş tapardı, bəslənərdi, qızıl qoyun idi. Pəs bunların məfahim əsatirisi vardı. Yəni totem idilər Qərə və Ağ. Bu gün bu morddə danışacaq. Əslən biz tutaq ki, bunlar qoyun saxlardılar ki, belə dəyir. Tozih verəcəm, dəqiq burada mütəvəccüh olacaqsınız. Əslən belə dəyir. Girin bunlar biz qoyun saxlardılar. Axı bir zaman bir nəfər bir komment yazmışdı. Bunda da mən hələ kommentlərə biraz cavan idim, həssas idim. Yazmışdı sən baqqalsan, get baqqallığa va. Bir əndişmən yoldaşlarımın biri yazmışdı ki, ittifaqən bunun şöhrəti baqqal göstərir ki, 100 il bundan qabaq şinasnamə verəndə bunlar o zamanın bir əsnafı idilər. Sən hardaydın? Sənin atan hardaydı? Baxın biz orada Xuşabarlılarda olardıq da, böyük atam Əsgər, onun atası böyük atam Məhəmməd, onun atası Əsgər, onun atası Məhəmməd. Yəni biz bilirdik ki, hətta Bəqqal Əsgəri də oradan gəlibdi. Bu tərəfdən də ana tərəfindən yetişirik Naib Yusufa ki, o da məşrutəçilərdən idi və sözü uzatmayım. Burada da qoyun saxlamaq, indi elə məsələn F-35 məsələn tولید eləyir, tank tولید eləyir, pəhpad tولید eləyir. Fərz eləyin ki, huşu məsnui ilə işləyir. Yəni beruz bərnamənivisdilər elə bir. O zamanın sinfi biləxərə yəni təbəqi ki yuxarı idi, hətta əkinçilərdən də yuxarı idi. Qoyun saxlamaq idi, qoyunun yunu var idi, çadır, gilim, paltar, bilmirəm, əti var idi, sütü var idi, ləbəniyyat. Qoyun saxlamaq böyük bir təbəqənin در واقع şuğlu idi, işi idi. Hətta əgər bunlar qoyun saxlayırdılar, o birislər nə iş görürdülər məgər? Və qılış vururdular. Bunlar yuxarı təbəqə idilər, amma belə deyir. Bu uşaqların dərs kitablarında da siz nəhayət məsələn görsəz ki, 8-də, 7-də, 8-ci sinifdə bir sətr yazıblar ki, bəli, bu qərə qoyunlar və ağ qoyunlar da var idilər. Özü də çox cəlib budur ki, bəlkə o birisi silsilələr ki, İranda vadlı atların Türkiyə inhiraf verə biliblər, çörə biliblər. Da bu ağ və qərəni ki, heç çörənməyiblər, bunları görməzdən gəliblər. İndi siz gedin Göy məscidə, gedin Həsən Padşah məscidinə, gedin bilmirəm kilisalar iki cürrəniblər. Bunların hamısı da elə bir bunlar yox idilər. Yəni bir cürsinə bunlarla bərxurd olunubdu. Pəjühişlər, araşdırmalar ki, var idilər bu konuda da 15-ci yüzyıldan başlayıbdı. Yəni 1940-da Petroşevski və əlbəttə gəlir 1949-dakı Azərbaycanın tarixi 15-ci yüzyılda bu kitabı yazır. Biz orada görürük bunların adları gəlir və bunların haqqında bir axtarıblar, namələri, sənədləri araşdırıblar. 1931-də də Bunyadi Tarixi Türkçü vardı, Ay Cəfəroğlu və Zəki Vəlidi Tuğan bu moriddə, bu qonuda işləyiblər, bu iki silsilənin moridində. Hər halda mənim etiqadım budur ki, gəlin əvvəl biz bunların adından başlayaq. Əsas inanc ki, Azərbaycanda var idi və İslamdan qabağa, yəni Hun türklərinə, Hun türkləri də bilirsiniz, üst tərəfdən Çindən tutun ta Bulqaristancan, Urpiyacan çəkilmişdilər. Hun türklərində qoyun müqəddəs idi. Təqdisi hər heyvanda o iqlimə görədir. Bir yerdə görürsünüz xoruzu məsələn müqəddəs bilirlər, tutemdir, bir yerdə meymundan, fildən tutun, ilandan. Bizdə inək və qoyun idi. İnək əlbəttə az, amma qoyun daha çox idi Azərbaycan məntəqəsindən. Siz qəbirlərin başında, yəni siz məsələn kətlərə baxsaz, mənim ana tərəfimdən böyük anam Xoy tərəfində oranın bir kətlərindəndir. Uşaq idik yadımdadır ki, orada qoş var idi. Eşidənlərin də bilirəm çoxları kətlərində xatirləyirlər, yadlarına gəlir ki, onların da qoçları var idi, daşdan qoç idi. Hər qoç bir sənəd idi ki, burada türklərin tutəmi vardı. Yəni bu kənd türklərin iqlimidir. Amma nə etdilər? Bir şayə saldılar ki, bunların qarınlarında, ürəklərində qızıl vardı. Bu sadə ürəkli kəndlilər də güpün ilə düşdülər, bunları dağıtdılar və öz tarixlərin öz əlləri ilə aradan apardılar. İndi çox kəndlərdə bunları ya oğurlayıblar, ya dağıdıblar, yoxdurlar bunlar. Amma qədim zamanlar, çox da qədim deyəndə 50 il bundan qabaq, çox uzağa getmirik, məsələn 500 il qabağa. 50 il qabaq bunlar hər yerdə var idilər. Bu çox sadə bir sənətdir ki, qoç və qoyun müqəddəs bir
baxın biz deyirik ki, koçum mənim. Məsələn, türkiyəlilər çox işlədərlər, koçlarım mənim. Koç məni niruya gəlir. Türkdə əslən güc, qoç görürsüz bir-birinə də çox anlamları və səsləri də, avaları da çox yaxındır. Esin bir kitabı vardı, Türk kosmolojisi ki ilk dövrdə üzərini araşdırmalarda Türk kültürü əl kitabı seri 2 İstanbul 1977-də səhifə 10-da. Həmçinin Koşay, onun da kitabın adını deyirəm, onlar ki sonralar bunları sənəd eləyəcəklər və yazacaqlar bunları, bu səsləri qeyd eləyəcəklər, tayp eləyəcəklər. Onlar da bunları mənbə ünvanında gətirsinlər. Kitabın adı Doğu Anadolu məzarlarındakı koç və heykəlləri millətlər arası ki Ankara'da çap olub 1962 21-ci Türklər Konqresinin در واقع məqalələridirlər. Səhifə 257-də. Hər ikisində də işarə olunubdur və orada təsrih olunubdur ki, qoç və qoyun Bastan türklərin əsli tutəmlərindən biri idi. Əfəndiyevin bir kitabı var, Daşlar danışır. 1980 Bakıda çap olubdur. Səhifə 21 və 24-də. Mirəli Seyidovun da səhifə 23 kitabında qara qoyunlular yazıb tutəm idilər, əsatir idilər. Pəs burada mən danışanda bəlgəli, sənədli söhbət edirəm. Biz bunları həm eyni bir zat deyirik ki, özümüz kətlərdə görmüşük, həm də elmi bir moridlər deyirik ki, biri getsə bunları istəsə təhqiq eləsin, bunları görsün. Eyni bir zatlardan və elmi bir zatlardan sonra əqli bir zatlar da vardılar. Məsələn, Oğuznamə. Oğuznamədə deyir ki, Oğuz xan sağ tərəfdə bir dirək qalxızdı göyə 40 ucalığında və başına bir qızıldan quş mücəssəməsi yaraşdırdı. Onun ayağına ağ bir qoyun bağladı. Sol tərəfində Haman boyda, yəni 40 boyunda bir dirək qalxızdı göyə və onun başına gümüşdən bir quş yaraşdırdı mücəssəmə və onun ayağına qərə bir qoyun bağladı. Sonra sağ tərəfdə boz oxlar otdular. Baxın, boz oxlar ya üç oxlar, çünki Oğuzhan oğulların iki bölümə bölünmüşdü, iki tayfaya bölmüşdü. Oğuz xanı da yoldaşlar ki, bəlkə əvvəl dəfədir bu Clubhouse-u eşidirlər, bilsinlər. Eyni necə farslar məsələn deyirlər Kimers əvvəl adam idi dünyada, türklərin də inanclarında Oğuz xan əvvəl adam idi dünyada. Yəni bunlar əsatir idilər, tarixi və elmi dəyərlər, bunlar əsatir idilər. Mirəli Seyidov Azərbaycan xalqının soy kökü düşünürkən səhifə 139-da. Bunlar deyirlər, ağ qoyunlular, ağ qoyunu, qərə qoyunlular, qərə qoyunu sitayiş elərdilər. Yəni müqəddəs idi. Pəs bu iki dənə də əqli bir moridlərdən eləyə bilirik. Artıraq, biz görək ki, bunların adları qoyun saxlamağa irtibatı yox idi. Bunların pullarının üstündə ki, Ayət Çay səhifə 127 kitabında yazıbdır, bir qoç kəlləsi var. Hərçənd ki, bəziləri də deyirlər bu əqrəb ürəyidir, əjdahadır, hər nə mənədir, amma o burnuzlar orada ki, mən əlbəttə Əbdülxalq Çay, Minuriski və Faruk Sumerdən də, onlar deyirlər yivələrin damğasıdır, nişanıdır. Yivələr də bilirsiniz də bir tayfadırlar, türklərin tayfasıdır. Qərə Yusuf ki, bu ağ qoyunların şahı idi və oğlunun adı Pirbudaq idi. Bunlar ikisi məmulən birlikdə bir pul çap eləyiblər, basıblar, zərb eləyiblər. Yazır qəbiləsinin damğasını vurublar, ona çox tər oxşayır. Siz əgər Rəşididdinin Qəbaili Oğuzun orada gətiribdi, damğalarını vurubdi ki, Osman Turan, Səlcuq tarixi səhifə 43-dən deyirəm. O Sulduzda ki, bu pul basılıbdı, biz onun bənzərliyin həmin bu yivələrə çox tər oxşadırıq. Bunların bayraqlarında da qoş nəqşi var idi. Hərçənd ki, uzun Həsəndən o ailə üçün Bayındırın damğası. Bayındırın da müstətil kimin üstündə bir məsələn necə deyim, çəngək kimi bir zat vardı. Onun da damğası ucursunadır. Topqapıda bunların bir bayraqları da vardı. Həm sikkələrində, həm fərmanlarında biz Həmzə bəydən belə görürük ki, bu sönür. Qəbirlərində qoçun cumcuməsi kimi yaraşdırırdılar. Bu da Hunlardan qalan bir inancıdır. Amma ağ və qərə niyə? Qara türküdə
tək rəngə deyilmir. Şimal tərəfinə, yəni kuzey tərəfinə bunlar qara deyərdi. Türklər qara deyərdi. Qara dəniz olsun, qara dağ olsun, qara bağ olsun, qara çay olsun, qara ağac olsun, qara ağac məsələn indi Təbrizdə deyirik. Bunlar şimal tərəfində məmulən ya böyüyə çox deyərdilər. Həm böyük, həm şimalda olanlar. Çün Qərə qoyunlular Qafqazdan tutun, Naxçıvandan tutun, Azərbaycan bölgəsində idilər və ağ qoyunlular aşağı tərəfdə Əraqdan ta Diyarbəkirəcən gəlin, yəni bu Kərkuk, Musil bu tərəflər ki vardılar, bunlar güney tərəfdə idilər. Pəs cənubda olanlar ağ və şimalda olanlar qara qoyunlular. Bunlar bir tayfa adında gəlməyiblər. Çünki bunlarda Sədlu, Baharlu çox tayfalar var. Bir gün həmə zaman olsa bunları deyəcəyəm. Çün çox tayfalar var. Bunlar tayfa adı deyillər. Bunlar olar ki inancları qoyundur, amma şimal tərəfdədirlər və inancları qoyundur, güney tərəfdədirlər. Bundan da fikirləmirəm ki, açıq eləyə bilək bunu söhbət eləyək. Əgər buracan bir söhbəti vardı, mən eşidim, təqribən yarım saatımız dolur. Ondan sonra ikinci bölümə gedək. Çox məmnunam ay doktor. Fəqət kommentlərdə şimal yerinə nə adlanır? Bu söhbəti ki elədiniz, əgər eləyə bilsəz bir zərrə açıqlayasınız qara ilə ağı. Bir daha məmnun olaram və davamını eşidək. Buyurasınız. Baxın, biz Azərbaycanda simvolik danışmışıq. Həmişə üstörtülü söhbət eləmişik. Bütün indi hər nə deyirik, məsələlərimizdə də bu vardı, istilahlarımızda da var. Mən dəfələr bunu kommentlərdən minlərlə komment yazdılar, söhbət elədik. Azərbaycanlılar məsələn Sarı dəniz, Qara dəniz, Ağ dəniz, Qırmızı dəniz, Dəryayı Sur. در واقع bunlar cəhəthay coğrafiyaydılar. Məsələn, qərb tərəfində qırmızı ya qızıl rəng işlədərdilər. Şərq tərəfinə sarı işlədərdilər. Şimal tərəfinə qərə və cənub tərəfinə ağ işlədərdilər. Siz ona görə Qəradağdan, bilməm Sarı dağdan, Sarı təpədən, Sarı sudan, Sarı çeşmədən, Sarı göldən, yəni siz sarı ilə eləyə bilərsiniz, nə qədər taparsınız, amma rəngi də heç sarı olmasın, ya rəngi heç qırmızı olmasın. Bunlar در واقع cəhətهای coğrafiyaydılar ki, qərə qoyunlar, pəs şimalda olan tayfalar idilər ki, qoyuna inancları var, tutəmləri qoyun idi və ağ qoyunlar cənubda olanlar idilər. Çox məmnunam ay doktor. Bir məsələdə ki, mən yenə kommentlərdə görürəm, sual kimi nəzərə gəlir. Birinci silk təməddünündən söhbət edirlər ki, Nuqrə adından nimadlar da qoçlardır. Və Nuqrə ilə qoç məsələsinə bu suala görə də nəzəriniz olsa buyurun, yenə idaməsində sizdən eşidək. Buyurunuz. Baxın, türk ləhcələrində qoç həman gücdür, niru ya tavandır. در واقع bu indi işlədirlər də, başqa qurdlarda məsələn bu işlədirlər, lüğətlərində vardı. Biz bunu siz baxsaz Sumerin məsələn şimal tərəfində, Sumerin öz təməddünündə mərmər daşından qoç çıxıbdı. Ya siz Anadoluya gedin, hər kənddə bunlar qalırlar. Onlar qoruya biliblər. Bərxəlaf biz Azərbaycanlılar ki, burada dağıtdılar, onlar qoruyublar. Siz hər yerdə bəs bunu görsəz, به معنی budur ki, burada bir sələhşuri yatıbdır. Bu məzari ki, burada vardı, bir qəhrəman, yiğit, döyüşən. Çünki qədim zamanda yuxarı tərin ərziş və səlahiyyət bu idi ki, biri at üstündə məsələn ox vursun, qılış vursun və cəng eləsin. Buna deyərdilər. Bu məni ora gəlir. Bəli, mən gümüşə yox, oxşada bilmirəm bunu. Çox məmnunam ay doktor. Əgər kim yaxamsın sualınız olsa, mikrofonu açıb deyə bilərsiniz. Əgər olmasa ay doktora eşidək. Çox məmnunam. Mən də bəli bir şeylər paylaşmaq istəyirəm ay doktor. Bəlkə bunlara görə də əgər bir şeylər olsa dostlarla paylaşsınlar. Ay doktor deyir ki, qərənin rəngi qaranlıq, amma qüdrətdir. O ciddiyyətdir. O bir dənə mərzi göstərəndir. Ağ deyiləndə, yəni qərənin, ağın o nimadin adları türklərin sünnətlərindədir. Ağlıq o pahlıqdır. O mərkəziyyəti göstərir, işıqlığı və insanın o kəramətini göstərir. Qızıl da ki, o qırmızı olan ya sorx adlanandır, qandır, yaşamdır və enerjidir. Göy də ruhdur, ruhdur, göydür və irfandır.
Bunlara da görə əgər bir şeylər var ki, əkləyəsiniz, mən belə bir şeylər də yəni oxumuşdum. Hər halda onu da yaddaşda elədim ki, sizlə də orta qoyam. Bəlkə siz də mənim xətam da olsa yenə düzəldəsiz. Buyurun. Kimiya xanım, hər rəngin bir sembolik bir formu var. Bir rəvanşinasi ya rəvanə bir formu vardır. Məsələn, qara. Qara, bəli, indi siz baxsınız keşişlər qara geyirlər. Biri öləndə qara geyirlər. Qaradan yuxarı deyirlər, rəng yoxdur. Bu sembolikdir. در واقع indi siz gedin Hindistanda öləndə ağ geyirlər. Bəli, o birisi dünyanın məsələn biz Azərbaycanlılar qara geyirik. Bu sembolikdir در واقع. Əlbəttə bu şum rəngi tanırlar, bunu narahatçılıq, qəm, qüssə, kədər rəngi bilirlər və bunun xilafında ağı da pahlıq bilirlər. Siz baxsaz gəlin bəxt evinə gedəndə ağ geyiri, biri öləndə ağ kəfənə bürgəlirlər, pərəstarlar ağ geyirlər. Yəni bu istir pahlığın göstərsin, bunun təmizliğin göstərsin. Bunlar sembolikdirlər. Bir də az nəzər rəvanı vardır. Siz məsələn sarı rəngi gic konəndə bir rəng, yəni gicəldən bir insan ki, insanı rəvanə eləyə bilər. Əraqda o zindanların deyib paltarların sarı məsələn seçirdilər ki, bunlara az nəzərə rəvan və əsab da təsir qoysunlar. Bizim türküdə bir qəşəng məsəlimiz vardı, bilmirəm bilirsiniz ya yox. Deyər dəli qırmızını söyər, səfeh də sarını söyər. Dəli qırmızını söyər, dəli yəni divanə. Vəli indi biz baxanda görürük Dəli Dümrül ya Koroğlunun dəliləri gəldilər. Orada görürük yox, be məni inqilabıdır, be məni o ki candan keçibdi, buna aşıq o divanədir, o məfhumu verir. Və qırmızı çox təbiidir. Bu 650 milimikron bunun frekansıdır. Bunu biz görürük ki qızılbaşlar, qızıl yəni qırmızı da, amma qabaqcan söhbət eləmişik. Bunu be ünvanı rəng inqilab, yəni pərçəmlərin çoxunda da vardı. Qana üçün irtibatı vardı və insanı təhrik eləyəndi, həyəcanı gətirəndi. Siz məhdudəkilərdə baxsız görürsüz qırmızı vurublar. Dastanı bunların pəs uzundur. Hər kəs eləyə bilər bir məfhumu, əsatiri bunlarda qərar versin və eləyə bilər məfhumu rəvanı bunlarda qərar versin ki, bu hətta fikirəm da biz bəhsdən çıxmayaq kafidir. Çox məmnunam. Təşəkkür Əlavə mən edirəm. sual Yenə eləyirəm. varsa söhbət, buyurun. Bir dənə də sualım vardı. Burak bəy də Burkut bəy də gəliblər üstə. Ay doktor, mən bir şey aya bunların coğrafiya ləhazından yerləri əzinki məsələn Ağqoylu, Qaraqoyunlu birdən deyiləndə coğrafiya ləhazından hansı məntəqələrdədirlər? Bədən beynəlnəhrindədirlər, hardaydılar? Aya bu ola bilər ki, o şimal-cənub məsələsində də mətrəh oluna, yəni coğrafiyaları hara idi? Onu da əgər olsa mətrəh eləyin. Bunların əsas coğrafiyaları, yəni mən məsələn Cahanşah İslam Ensiklopediyası cildi 3 səhifə 185-dən deyirəm. Qaraqoyunlular şimal tərəfdə idilər. Baxın Qafqazdan tutun ta Mazəndaranın şərqinə tərəf, Anadolunun üst tərəfləri, Fars və Kirmanacan hətta əksəri və Ərağın şimal tərəfi. Bəli, Ağqoyunlular aşağı tərəfdə olurdular. Yəni İranın siz Sistanından tutun ta gəlsin Bəndər Abbas bunlar ta Ərağın məsələn Sumer bəxşişi qədim deyərdik, güney tərəfi. Ta nəhayətən o kürdnişin bəxşlər ki vardılar, onlara yaxın. Bəs bunlar sonralar gəlirlər Osmanlı tərəfinə hərəkət edirlər ki, onu büyünərim əgər fürsət olsa tarix siyasətdə deyəcək. Müşəxəs pəs vazih surətdə Qaraqoyunlular üstdə idilər və Ağqoyunlular aşağı tərəfdə idilər. Amma sonralar bunlar savaşlarında Ağqoyunlular gəlirlər, kulli Qaraqoyunluların yerini ala bilirlər. Çox təşəkkür edirəm ki, xanım fikirlərim sualınıza cavab verildi. Burgut bəy, sualınız olsa qısa olsun. Keçək İslamdan öncə Qaraqoyunlu və Ağqoyunluların tarixçəsindən. Buyurun. Sağ olunuz. Mənim səsim gəlir. Bəli, səsiniz var da qısa olsun sualınız, məmnun olacağam. Qısa, çox qısa. Təşəkkür edirəm Sayın Doktordan. Qoç konusunda istəyirəm buna işarət edirəm ki, yalnız Azərbaycana aid deyil. Türkmən Səhrada da və Türkmənistanda da əski qəbirstanlıqlı dağ qəbirstanlığa getsəniz, oralarda da qəbirlərin üstündə qoç başını ya qoç heykəlini görə bilirsiniz bu qəbirlərin daş üstündə. Və elə bu qədər. Buyurun.
Çox sağ olun. Aydötür, söhbətlərinizin idaməsini buyurun və əgər bir artırmalı bir sözünüz də olsa buyurasınız. Bəli. Məmnunum. Bu yoldaşımız ki buyurdular, dəqiqən o cürsunadır. Tək Azərbaycan deyiri. Yəni türkəmənlərin hər yurdunda olubdur. Bilirsiniz ki, Azərbaycan da türkəməndir əslində. Əgər indi məhdud eləyək bunu Türkmənistan ya məsələn Qorqan tərəflərinə, bu da iştibah bir zatdır. Çünki türkəmən, yəni türk heç iman gətirib. Siz baxsınız görürsünüz Oliya Çələbi gəlibdi Azərbaycanda yazıb burada türkəmənlər zindəcanlıq eləyirlər. Türkəman ya türkəmənə də indi burada işarə eləyəcəyəm. Baxın Kitab-ı Farux Sümer Qaraqoyunlular kitabında cild əvvəl səhifə 13-də deyir ki, o da nəql edir hardan? Mövlana Şükrullah Osmanlı müvərrixdən ki 15-ci yüzildə. Deyir ki, Sultan Murad dəstur verdi. Sultan Murad hangi zaman? 1442 miladıda. Hududu məsələn 600 il bundan qabaq. Dəstur verdi ki, Mövlana İsmail, bu kimdir? Bu da tarix oxuyandır. Ki onu ehzar eləsinlər, çağırsınlar. Və Oğuzun tarixini gəlsin buna oxusun. Bu cəhdi o kitabı oxudular və belə anlaşıldı ki, Sultan Murad Göyalpa, Oğuzhanın oğludur da Göyalp və Qərə Yusuf ki, bu da Qərə qoyunlardandır da, o da 41-ci nəsli Dənizalpa yetişir. Oğuzxanın bilirsiniz uşaqlar göy idi, ay idi, ulduz idi, bilmirəm, günəş idi. Yəni ənasır təbii, təbiətdən götürülmüşdü. Biz görürük ki, orada Sultan Murad Osmani pəs Oğuzxanın uşaqlarındandır. Göy alpa yetişir. Və Qərə Yusuf ki, burada Qərə qoyunların şahıdır. Bu da yetişir dənizə. Oğuzxanın dərvağı oğladındandılar. Biz istəyirik bu Qərə qoyunlar, Ağ qoyunların köklərinə əvvəl işarə eləyək. Sam Mirza, bu da Səfəvi şahzadələrindəndir. Öz təzkirəsində vaxtı gəlir, məsələn Sultan Yaqubdan danışır. Sultan Yaqub şimdi Uzun Həsən Ağqoyunluların şahıdır da. Onun oğludur da Sultan Yaqub. Ondan söhbət eləyəndə deyir ki, Ağqoyunlular İslamdan qabaq Oğuzxan zamanından İranda idilər. Sonra Diyarbəkirə getdilər. Buna hardan deyirəm? Farux Sümerin Qaraqoyunlular kitabı cildi 1 səhifə 35-dən. Biz dəfələr, fikirəm bu indi bilmirəm, heç həmin cələsədir, qətlən 40-dan yuxarıdır. Biz dəfələr və yüzlər dəfə sənəd demişik müxtəlif mövridlər ki, türkləri isbat edir ki, İslamdan qabaq, miladdan qabaq burada idilər. Əgər biri asar maddi, bastanşinasi, arkeolojik yer altından çıxır, onlara inanmır. Etimoloji, lüğətşinasiyə, fiqh lüğətə inanmır. Heç bunların heç birinə etiqad qail deyil. Elə bu kitablar ki, sonra kitabət gəlib, kağız gələndən sonra bunlara etiqadı var. Biz elə bu kitablardan nəmnəqət sənəd gətirmişik. Biri də bu nümunə ki, göstərir Ağqoyunlular ya türklər İslamdan qabaq Oğuzxan zamanından İranda var idilər. Gəlin kitab-ı Diyarbəkriyyət ki, Əbu Bəşri yazıbdır. Bu deyir ki, Qarayoluq Osman, bu kimdir Qarayoluq Osman? Uzun Həsənin cəddidir, Ağqoyunluların cəddidir. 52 vasitə ilə Bayındırxana yetişir. Bayındırxan kimdir? Bayındırxan Oğuzxanın cini uşaqlarındandır. Oğuzxan da dedik türklərdə əfsanəvi bir şəxsiyyətdir ki, vaqiyyəti şayad yox idi. Ki bu tozif elə ki, əvvəl bizim Əbulbəşərdir. Və siz baxsınız görürsünüz Kaşqəridə bu Bayındırı bir qəbilə ünvanında, tayfa ünvanında qınıq və qayıqdan sonra gətiribdi. Gəlirik Woods. Woods nə mənə kitabı adı nə mənədir? The Ağqoyunlu Clan Confederation Emperor Chicago'da çap olubdu 1976-da page 40. Biz görürük ki, orada bir nameyi gətiribdi Uzun Həsəndən ki, Şahzadə Bayəzidə yazıb, Osmanlı şahzadəsinə yazıb. Kim yazıb? Uzun Həsən, Ağqoyunlularda. Nə mənə yazıbdı? Yazıb ki, qəbilə və Bayındırxanın adamları, Bayatlar və Oğuzlar ki, sakindilər, Məsud sizin dövlətinizin sayəsindədirlər. Pəs biz görürük ki, Ağqoyunlular Osmanlılara namə yazırlar və deyirlər ki, biz Oğuzlar, Bayatlar, Bayındırxan ki, həman özləridirlər, Ağqoyunlulardılar. Deyirlər, biz sizin sayəzdə burada yaşayırıq.
Bu da bir nümunə və kitabın da adını dedim. Amma Türkəman ya Türkəmən çox gülüncüdür ki, məsələn, məmulən bu cürsünə də Təbrizi deyirlər ki, biriyin təbi töküldü Harun Rəşidin xanımısı Zübeydə xatunun. Adını qoydular Təbriz ki, biz görürük ki, Taruyi, Tavriş, Tabriz bunlar Yunan mənabeyində vardılar. Gedirik 2600 il bundan qabağa görürük bu Urartuların mənabeyində vardılar. Sarqon Aşur mənabeyində. 2000-ci Sarqonun mənabeyində. Biz görürük bunlar vardılar. Amma bunu bərayinki qıssa görsəsinlər və fars eləsinlər bir mərizlikdir da. Bu vaxt mənisi var türküdə, nə dəlili var bu ərəbidən, farsından ayrı dilə çörək. Türkəməni də gətirirlər, deyirlər. Bəli, İskəndər gələndə xılıcları gördü. Dedi bunlar türkəməndilər, türkə bənzərdilər. Və bu gülünc bir zaddır. Məsələn, bizim gözlərimiz badam gözdür, ya qiyafəmiz o cürsdən məsələn ənni qiyafədir. Biz Mediteraneyi sümüyümüz vardı başımızda. Yəni o iki Sumerdə və Anadoluda vardı. Koejin məsələn formundayıq. Üzümüz ağdır məmulən. Sarı dəyirik, qıssa dəyirik, gözümüz məsələn o uzun gözlərdən dəyirik. Pəs biz Türkiyə niyə görə bənzər olaq Türkəmən deyərlər? Türk bir dənə dildir, bir nijad deyir. Bunu dəfələr demişik, fars dildir, nijad deyil. Əslən nijad adında nijadlar o qədər müxtəlifdirlər. Düzdür, indi tutsaq deyərlər ki, bəli, bunun nijadı İrandır. İran yəni nə mənə? Yəni bu məntəqədə olan coğrafiya, siyasi İran əslən məfhumu fərqlidir. Çünki İran biz deyirik ki, türklərin yurdudur əsasda. Farslar sonradan köçüblər. Onlar da dilə yox. Farslar əvvəldə vardılar, türklər. İndi hər halda biz türkü danışırıq, siz farsı danışırsınız. Davamız yoxdur bir-birimizlə. Sən mənim haqqımı rəsmiyyətə tanı, mən sənin haqqını rəsmiyyətə tanıyıram. Amma xub sən deyirsən, yox, mən rəsmiyyətə tanımayacağam, tarixi danacağam. Sən bir yol gərək mənim sözümü qəbul eləyəsən. Əvvəlin dəfə yadınızda olsun. Bunları da deyirəm, yadgar qalsınlar. 4-cü qərndə bir nəfər ki, Urşalimdə Salim ya Şəlin, Salimdən sağlıq kəlməsindən gələr. Urda hörmaqdan gələr, şəhrə məmulən deyərlər, şəbəkə sazı. Urşəlim ya Ursalim, cinə bir türkü lüğətdir. Deyəndə bəzilər şahid gülərlər, amma mən buna nə qədər deyirsiz sənət gətirim, kitab yazım, vaqiəti deyirəm biləcəm. Və bəhs eləyək, əsən konfrans olsun, burada münazirə eləyək. Əvvəlin dəfə orada bir yazıcı var, Məhəmməd ibn Əhməd ibn Şəmseddin Müqəddəsi. Amma tanrı fikirəm, onlar ki, tarix mordişibdə, Müqəddəsi də müşəxəs və məşhur bir addır. O əvvəl dəfə Əl-Türkəman, Əl-Türkəmaniyun bu lüğəti işlədibdir. 200 ildən sonra, yəni qarın 6 Hicridə Dairətül Maarif Çin Tundian adında biz orada görürük Tegomen yazılıbdı bunu. Bartold səhifə 225 kitabında deyir ki, Oğuzlar ki müsəlman olurdular, onlara Türkəmən deyirlər. Baxın, bu 10 miladıdır. Yəni 10 qarn bundan qabaq. 1000 il bundan qabaq bu sözə yetişibdi. Əlbəttə Bartold cədiddə 1000 il bundan qabaq mənzur budur ki, deyilirdi. Cirmuniski səhifə 525-də deyir ki, əvvəl ərəblər mənabeyində bu tapılır. Türkəmən kəlməsi orada işlənilir və Oğuzlar ki müsəlman olmuşlar, onlara deyilir. Fuad Köprülü səhifə 152 kitabı ilk mütəsəvviflər 1974-də çap olubdu. Bu Kaşqərinin sözlərinin əsasında deyir Oğuzlar ki müsəlman olub, onlara Türkəmən deyirlər. Türk iman da əslində. Yoldaşlar yadınızda olsun, bu Türk imandır ki, Türkmən məfhumunda işlənilibdir. Orxan Şaiq səhifə 351 kitabı var, Dədə Qurqudum kitabı, İstanbulda çap olub 1973-də. Bu da gətirib Əbu Reyhan Birunun nəzərindən bunu dediyi Oğuzlar ki, müsəlman olublar, onlara Türk iman ya Türkmən deyiblər, Türkəmən. Biz Məhmud Kaşqəri cildi 3 səhifə 351 ki, İstanbulda çap olubdur, görürük Oğuzlar və Qarluqlara Türkəmən deyibdir. Nəticə budur. Çe Xacı Rəşidəddin ola, çe Kaşqəri ola, به عنوان tayfa işlətməyiblər Türkəməni deyək, Türkəmənlər bir qovmi az əqvamı türkdülər. Bir tayfa yox, əslən tayfa ünvanı işlətməyibdi. Məfhum ərzi də yoxdur, yəni deyək topraqdır, o topraqda yaşayanlar Türkəməndilər, oradan eşiyə olanlar Türkəmən deyirlər.
Qovumu da dəyər. Deyək bu Nicat Türkməndi, o birislər Türkmən dəyərlər məsələn bu addadılar. Bu məfhum fəqət dini dişlənilibdir. Yəni dini olan türklər Türkməndirlər, türk imandırlar. Dini olmayanlar Türkmən dəyərlər. Qəşəng bunu bəs yadımızda saxlayaq. Mən fikirlərim bu dəlillər, bu səfhələr, bu kitablarda da son nöqtəni qoyuram. Amma sonralar bəli Bizans mənbələrində, sonralar ərəbi mənbələrində türkmənlər məmulən köçərilərə, elat, əşair, sonra məhdud olub bir kişvərət ya bir qovma, bəli bunlar vardılar. Amma ilk başlanışında bu şəkildə idilər. Bunların təbarrarı, ataları kim idi bu Ağqoyunlular, Qərəqoyunlular? Bunlar Baran idilər, Baranlu. Bunlar Baranlu tayfasına varmaqdan gəlirdi. Beyhəqi qarn 10-da, qarn 10 miladı daha, yəni 1000 il bundan qabaq. Bir Baran adı Xarəzmdə bir yerdən ad aparıbdı. Yaqut Məvidə Baran kəndi, Buxaranın 5 fərsəxində bir ad aparıbdı orada. Babir ki, Baburun hatıraları Cil 1 Ankara 1987 səhifə 9-da. Orada deyir ki, Babir öz xatirətində Cahanşahı Baranı mərif eləyibdi, Baran tayfasından. Deyxuda, Əli Əkbər Deyxuda ki, tanısınızlar, lüğətnameyi Deyxuda. O lüğətnaməsində yazır ki, Baran bir Türkmənlərin qədimi qəbiləsidir. Bu da 1339 sapından deyirəm, səhifə 282. Burhan Qati ki, bu Hindistanda yazılıbdır 1030 miladıda, 1000 il bundan qabaq hududən Məhəmməd Hüseyn ibn Xələf Təbrizi yazıbdı bunu. Oranın türklərindən Təbrizdən getmişdi nəcür. Bu deyir ki, Baran qədimi Türkmən qəbilələrindəndir. Bunun da kitabı 1357-də Tehranda çap olub, cildi 1 səhifə 215-dən deyirəm. Osman Turan deyir ki, bunlar Şimal Suriyədə və Anatoluda 1260 miladda yaşayırdılar. Baxın, biz bu ilə bu belə sənəd gətiririk. Əksərinə baxsaz görürsüz, nə Moğol türkləri gətdi, türk elədi buranı, bilmirəm, Səfəvilər buranı türk elədilər, Səlcuqlar türk elədilər. Belə nəqillər yoxdur. Yəni bunların hamısından qabağa hey işarələr olur ki, türklər filan qəbilə, filan tayfa burada idi. Amma çox mühüm nöqtə. Yəni əsasi tərin və kilidi tərin nöqtəyə bu günlərim işarə edirəm. Əgər bunlar hamısı Baran deyiblər, Kirzi oğlu Qars tarixi cildi 1 səhifə 466-da deyir Baran qədim türkdə, yəni qoç. Yəni qoyun. Biz qoyunlardan məcər danışmırıq. Məcər indi burada söhbət olmur ki, Ağqoyunlular, Qərəqoyunlular Baranlıdandılar. Pəs Baran bu kitabın əsası ilə dediyim, yəni qoç. Və cəlib budur, Tatarlar və Anadoluda hələ Baran yəni qoç, yəni qoyun. Pəs bu da çox cəlib nöqtə idi ki, biz görürük ki, tayfanın adı da cinə gedir, haman tutəmə, haman inanca, haman heyvana. Amma bunların tayfaları var idi. Pəs bunlar tayfa dərdilər. Bəlkə mütəşəkkil tayfalar ki var idi Azərbaycanda, bəyliklər ki var idilər, bunların yığıntısından təşkil tapırdı. Əvvəlcisi ki, bildik bunlar hamısı Oğuz tayfasındandılar. Yəni Oğuz türkləri indi əgər istəsəm sadəsini deyəm, Türkmənistandır, İran türkmənləridir, Azərbaycandır, çə o tayola, çə bu tayola. Və Türkiyəlilər Oğuz qismətindəndirlər. Əgər o cür istəsək bölək. Sədlu lap mühüm tayfalarındandır. Ağ və Qərəqoyunluların lap mühüm tayfaları Sədludur. Əbdülrəzzaq Səmərqəndi Naxçıvanda deyir, bunlar əsası tayfalardan idilər, yaşayırdılar. Siz baxın 15-ci yüzyılda görürsünüz ki, İrəvan zat yoxdur. Orada Çuxuru Səd deyirlər. Əslən Ermənistanda türk yaşayır və o şəhərin adı Çuxuru Səd gəlibdir. Sədlilərin در واقع İrəvan mərkəzi idarəsi idi. Farux Sümer nə deyir cildi 1 səhifə 21-də deyir ki, Oğladı Səd Qaraqoyunlularla əmoğlu idilər. Yəni pəs bunlar bu tayfalar işi köməklik elədilər. Bu در واقع şahlıq, bu dövlət yaransın. Biri Sədlilər idilər ki, bunlar da məmulən Ermənistanın türkləri idilər. Yəni Ermənistan dini sonradan dəyişilibdir. Sonra mühacirətlər olubdur, Ermənistan olubdur, indiki halətə gəlibdir. Amma vaqiət budur ki, ora türküdür. İkincisi Baharlılar idilər. Əsas dayağı ki Qaraqoyunlulara var idi,
Baharlılar idilər. Əlbəttə baharlı deyəndə bunu Münəccimbaşlılar, tarix yazanlar baranlıqla hey qatıblar. Mənə çox cəlib gəlir ki, bunların üçün yazılılarını da çöyrə bilərdilər. Çox yapışdırma r bizlərə yapışdır bu hələ. Bir daha da məsələn nə qoy? Baranlı, baharlı. Yəni çöyrmək bunu çox rahat olur. Bunlar indi Şuşada, Zəngəzurda yaşayırlar. 3000-ci Qaramanlılardılar. Bunlar 1471 miladında bərəks Azərbaycana gediblər və Təhsin Uran, Təhsin Unal, Karaman tarixi, Ankara 1986 səhifə 234-də deyir Səlcuqlulardan qabaq Azərbaycanda Aranda Azərbaycanın yuxarı tərəfinə deyirlər və Şirvan da Azərbaycanın bir bölgəsidir, o birisi tayda. Deyir bu Qaramanlılar orada yaşayırdılar. Pəs biz bir dənə də sənəd deyirik ki, burada deyir Səlcuqlulardan qabaq bu türk tayfaları burada yaşayırdılar. Sonra yetişirik Alpavutlara. Alpavut yəni təhcə düşmənə həmlə eləyən, təhcə o işi tək başını düşmənə həmlələr. Bu Kaşqəri səhifə 422-dən deyirəm. Bunlar da bir tayfa idilər ki, Qaraqoyunluları yaratdılar. Qara Yusuf zamanında biz görürük ki, Həmədanın hakimi adı Alpavutdur. Qorqan Alpavut. Bunu da Əbu Bəkrin kitabı Diyarbəkriyə səhifə 63-dən dedim. Çaxırlılar bir ayrı bir tayfa idilər. Çaxırlını neyniyiblər? Gətiblər fars eləyiblər. Cagirli yazıblar. Ağa bunlar Bulqaristanda çaxırlı hələ adları qalır. Masallıda, Cəbrayılda bunların adları hələ çaxırlı qalır. Nə cür olub bunları mən cagirli elirlər belə təəccüb elirəm də. Amma xop bunlar da bir tayfa idilər. Sıra Hacılılara yetişirik. Mən dedim anamın anası tərəfi Xoy tərəfinə yetişir. Onların kətləri ki orada Hüseyn bəylidir, bilmirəm, neçə dənə kət vardı, Dizəcdir. Bir dənə də Hacılı var orada. Mən həmişə deyərdim həttəmən Hacılı müşəxəs məsələn Həccidən gediblər Hacılı olubdur ora. Sonra gördüm ki, yox, bunlar bir tayfa idilər. Dögər, Oğuzların Dögər qəbiləsində idilər. İndi Zəngəzurda, Cavanşirdə, Qazaxda, Sürməlidə, Xoy tərəfində bunlar yaşayırlar. Yəni bunlar bir türklərin tayfalarındandılar. Və Ağacərilər. Ağacəri Xəzər türklərindən idilər. Xəzər bilirsiniz türkləri üst tərəfdə yaşayırdılar. Və bu təhrif olubdur. Yəni bir mənim kitabım vardı, Ayə Şah Mərsi. Sağ olsun o gün də şefimi soruşmuşlar, nigaran idilər. Bunun tərcüməsi ki olub Tofiq Nəcəflidir. Qaraqoyunlu və Ağqoyunlular kitabıdır. Fövqəladə bir kitabdır. Yəni istəsəz xülasəsini bunu eləyə bilərsiniz, intişarat Əxtərdən alasınız. Biz orada görürük ki, səhifə 37-də yazır ki, bunlar Ağ Xəzərdir, Ağaceri deyirlər, Ağ Xəzəridir, təhrif olunubdur. Çünki Yunani Bastanda Ağateris deyirdilər buna. Rizanur, Türk tarixi, cild 4, səhifə 225-dən dedim. Herodot Ağatir deyir bunlara. Marquard nə mənə eləyib? Deyir, yəni ağac adamı, cəngəl adamı, orman adamı. Ağac, əri. Ağac ki müşəxəsdir, dərəxt. Ər də ki, mərd, şohər, ər. Sərbaz, cəngəndi, ər. Ağac, əri. Rəşiddin Fəzlullah da elə bu cür məna eləyibdir. Və hər hal bunlar Xəzər tayfasının deyirlər ki, 465 miladıdan, yəni 1500 il bundan qabaq şimal tərəfindən, Xəzərdən, Qafqazdan gəliblər güney tərəfinə, Azərbaycan tərəfinə. Hətta Sasanlılarla da zəng ediblər, tarixdə belə gəlir. Və hətta bunların Qəzvində, Xalxalda hökumətlər var idi. Sizin deyəcəyin Kirmana. Gedin məsələn Xuzistana, gedin Rəfsəncana. Orada görürsünüz Ağacərilər var. Ağa, mən dedim və Ağaceridir. Sonra gördüm, yox, ağac əridir. Kaş bizim yazmaqlarımızda da, hətta farsı ki yazırıq, farsı ki yox, ərəbi əlifbanla yazırıq, bunu ağac əri yazırdılar. Amma hər yerdə Ağaceri yazırlar. Ki bu ünvanı bir dənə şöhrətdir. Bayramlılar da var idilər, Bayrambəy Xoyda vardı. Ondan gəlib Duharlılar vardılar, Dögərlər vardılar, Ayınlılar var idilər və çoxlu tayfalar ki, biz görürük ki, bunların bu kitab-ı mərifələrin səhifə 39-da bunları eləyə bilərsiniz. Baxasınız nəticə. Nəticə bu ki, bu bölümün nəticəsi, yəni bu 2000-ci bölümü dedik ta gedək
üçüncü və axır bölümə. Moğol həmlələrində türklər gəlməyiblər Azərbaycana. Bəlkə türklərin çoxu Azərbaycandan gediblər Anadoluya, Türkiyəyə. Yəni Azərbaycan türklərinin çoxu o zaman gediblər. Bunlar deyirlər türklər o zaman gəlib. Türklər elə burada var idilər, əvvəldən var idilər. Minoriski ki, xub qəbul edirlər bu bizim fars yoldaşlarımız, mühəqqqiqlərimiz. O Ağqoyunlu Cahanşah kitabında səhifə 155-də deyir Moğoldan qabaq bunlar Azərbaycanda var idilər. Bu da bir sənəd. Biz bu bəxşi də qurtarırıq ta gedək 3-cü bölümə. Çox məmnunam ay Döktür tozihata görə. Məxsusən bu Baranduz mahalı ki vardı, 30 kilometr bu Urmiyədən yaxınlığına o abşar da vardı bir. Baranduz abşarı ki İran, Türkiyə, Ərəq mərzindədir və Qomraki Seroda o məntəqəyə şamil olur. Mən bu gün necəm düşünürdüm ki orada bir hətta bu adı mən Baran kəlməsindən və kürdü bir ad bilirdim və tozihata görə çox təşəkkür edirəm. Hər halda Ayı Taban da gəldi. Əgər yenə bir təkmili söhbət olsa buyurasınız. Vəli ağac ereyi də çox gözəl. Ağac əri kəlmələri ki təğyir tapıblar, iştibahi bu adları bilməm Dövlət Cumhur İslamı qoyanda adam vaqəən baş çıxardanmır ki, bunun əsaləti hardan gəlmədi. Biraz da şayət bunlar müşkülatı çoxaldır. Əgər icazə versəz, Ay Tabanı bir qıssa eşidək, sonra ondan sonra tazdan sizə qeydaq və əgər bu fərqli təsvir ikişahdan da ki, bizim 7-ci bəndindədir ki, Təbrizdəki olan bunların asarı tarixi, memarisi, qəbirləri, bunlar nə vəzdədir və o taydakı olan ittifaqlar Azərbaycanda orada nə vəzdədir, orada bizim bir bölümlərimizdir. Ay Taban, əgər söhbətiniz varsa buyurun, sonra qeydək Ay Döktür. Ay Döktür, əgər istərsəz idamə verin, çünki Ay Taban mayk elə bir açılmır. Məmnun olmam sizdən. Bizim 3-cü bölüm və son bölümə varid oluruq və çox həssas, yəni əsasi bir məbhəsə gedirik. O da Uzun Həsən. Uzun Həsən Bayındırı, əlbəttə Uzun Həsən Bayındırın tarixi, siyasətinə əgər vaxt olsa mən yetişəcəyəm. Amma istəyirəm burada bir əsası nöqtəyə deyəm. Bu 35 il Əraqa, Ermənistana, Türkiyə, Azərbaycana və İrana hakimiyyət olubdu. Amma 1458-də bu gedib bir gəlin gətirib Təbrizə. Bu gəlin kimdir? Gözəlliyi binəzir. O iki nəqillərdə deyərlər. Yəni elçilər qapısının qabağında yatırlar. Bilmirəm nəqillərə keçibdi, nəqqaşlar çəkilibdi bunun gözəlliyi mordində. Adı Teodoradır. Buna biz çox tarixdə Despina Xatun məsələn adına rast gəlirik. Despina mənzur gəlibdi. Hətta siz o yoldaşlar ki ehtimalən İtaliyadadılar, Pizanlo Antonio adında bir nəqqaş Kilisay Vurunay İtaliyada. O bunun nəqqaşını çəkibdi. Mən bunun nəqqaşında Telegram kanalıma qoydum ki, bu bəhsə yetişəndə yoldaşlar baş vurub və o nəqqaşı da görə bilərlər. Ki muntasəbdir Despina Xatuna. Bu kimdir? Jan dördüncü Jan ki imperator Trabzon idi. Çünki bilirsiniz Trabzon o zaman Erməni ya həmin Məsihi idilər və Roma bağlı idilər. Bunun 2000-ci qızı idi və çox gözəlliyinə görə çox şahzadələr bunu istəyirdilər. Uzun Həsən ya Həsən Padşah, əlbəttə bilmirəm niyə Uzun Həsən çox deyirik biz buna. Bunu Təbrizdə elə məsələn deyirlər Həsən Padşah məscidi. Bu meydan ağzına gedəndə siz hər kəsdən soruşsanız, Həsən Padşah məscidi haradır deyərlər. Həsən Padşah desək daha yaxşıdır. Amma tarixdə Uzun Həsən yazılıbdı. Bu bir miqdar şərt təhqiramiz olur da. Biz elə Həsən Padşah deyək. Özü ki Sultan Həsən deyərdi öz yazılarında. Əbul Muzaffər Sultan Həsən deyərdi. Bu deyir, mən də gedim bunun bir qapısını salım da, bəlkə bu qızı mənə verdilər. Gedir və cəlib budur ki, buna bir şərt təyin edirlər ki, sən bizi qoruyacaqsan, Osmanlılar, yəni Türk qardaşlarınla cəng eləyəcəksən, davad olacaqsan, onda bu qızı veririk sənə. Bu qəbul edirəm. Çünki olsun mən müttəhid olam sizinlə,
və eləyə bilirəm Osmanlıların əleyhinə sizə güc yollayam, niru göndərəm, əsgər göndərəm. Despoina xatun ya haman Teodorada özü şərti var idi. Bir deyir ki, mən ömrümün axırınacan öz dinimi saxlayacağam Məsihiyyəti və neçə nəfər Nədimədən, muvayizə eləyəndən, kəşişdən özü ilə götürür, gətirir. Baxın, hətta ömrün axırınacan bir də məsələn Ərzəncanda iki dənə bunun Ərzincan deyirlər də Türkiyə əllər. İki dənə kilsə vardı. Birinin adı Yahyadır, birinin adı Simondur. Onları məsələn bu düzəltdiribdi. Və çox cəlib budur. Bu gəlir ömrünün axırınacan da öz dinində saxlayır, öz dilində saxlayır. Yəni bayınki türklərə böyük bir düşmən ünvanında gəlibdi. Tarixə siz baxanda dəsisələri eyni Xürrəm Sultan kimindir. Muntaqa Xürrəm Sultana bir film cürüyən var idi, orada bir seriali düzəldib hamı tanır. Bu da elə demək olar ki, eyni ona tayıdır. Buna hələ serial ayəndə də gələcəkdə cürüləcək. Və bunun da dəsisələri ondan daha vazehtərdir Türk dünyasının əleyhinə. Bu Teodora gəlir deyir ki, Trabzonda məsələn orada göl var idi, dəniz var idi, dərya var idi. Mən Darıxanda gedərdim dəniz qırağına, burada yoxdur. Həsən Padşah deyir ki, olsun, gəlir burada bu Təbrizin bilirsiniz şərq tərəfində bir kət var idi, oranın suyu çox idi, oranı yığır, suyun arasında bir imarət düzəldir. Şimdi biz ona Şah Gölü deyirik. Şahın gölü در واقع. Həm Çan Şahın, Həsən Padşahın gölüdür ora. O imarəti düzəldir, qayıqdan bilmirəm, quşdan zaddan salır, ördəkdən deyir ki, sən burada hər vaxt söydün gəmiməmin, su da vardı burada, bu qəsrdə qal. Ki Şah Gölünü ona muntasib eləyiblər tarixdə. Və bunun uşaqları cəlbdir. Bir oğlu ki, xub Sultan Yaqubdur da, bilirik Yaqub idi. Amma bir qızı adı Marta idi. Bu Marta ki, tarixdə Həlimə də bunu yazıblar. Aləm Şah Beycim də yazıblar, amma əsl adı bunun Marta idi. Bunu verir Uzun Həsənin bacısının der vaxtı oğluna. Kimə verir? Şeyx Heydərə verir. Və bunların izdivacının hasilində Şah İsmayıl dünyaya gəlir. Pəs Şah İsmayılın anası da Martadır. Yəni iki nəfər bu neçə demək olar 1000 ildə türklərə lap böyük zərbəni ki vurublar və sonra da ikisi də ölüm zamanında peşman olublar. Biri Uzun Həsən idi. Biri Şah İsmayıl idi. Biz Şah İsmayıldan bir cələsə müfəssəl danışdıq və iştibahlarını da dedik. Amma xub, hüsnlərini dedik ki, hüsnləri çox-çox yuxarı idi və Şah İsmayıl vaqəən bir fəxr eləməli bir şəxsiyyət idi biz türklərə. Amma tarixdən danışanda tarix acımasızdır. Birəhmidir. Eləyə bilər çox qatiyyətlə bulan mordunda nəticəsinə baxsın və desin. Düzdür türklər ta özlərini tanıyan zamandan o Turkiyot ki yazıblar 4000 il bundan 4500 il bundan qabaq ki türklər Azərbaycanda var idilər. Ta gəlin bu günə qədər elə türkdən yeyibdi. Çünki türklə türk fəqət başara bilər. Burada da biz görürük ki bu öz bacısını da vermişdi, yəni Xədicə bəycimi də vermişdi Şeyx Cüneydə. Baxırıq görürük ki elə Marta ki bu Şah İsmayılın anası olur və Teodora, bunlar hər ikisi də nəxşələri var idi. Misal deyirəm ha, bunları indi bayaqlarıma Eliyar bəy deyir ki, bəli, baranı belə dediniz və bilmirdim bunun etimolojisi, yəni lüğəti bu cürsunadır. Mən həmişə nigaran olan bəzi yoldaşlarımız lüğətləri ilə bu cür oxşadarlar. Elə bu türküdür, bu farsidir, bu ərəbidir. Bu iştibahdır. Buna görə sənədimiz olsun, buna görə dəlilimiz olsun. Vaxtı mən orada baran deyirəm, 5 dənə kitab və səfəsi ilə deyirəm ki, itminanım olsun, ondan sonra lüğətə gedirəm. Sumerdə də ucursunadır. 10 dənə ayrı lüğətdə gedirəm. Onun o mütəşəkkili əczasında bunu tapıram. Həmin mənini verəndə onu da qətiyyətlə deyirəm ki, bu mənidədir və bu cursuna gəlibdir. Burada da mən sənəd deyirəm biləcə. Katrino Zeno 1473-də səfir Veniz idi, elçisi idi Venizin Uzun Həsənin kaxında. Bu kim idi? Despina Xatunun bacısının uşağı idi. Yəni onun kürəkəni olurdu da در واقع. Bunların bəs nisbətləri var idilər və Venizdən hey elçi gəlirdi.
Bu Uzun Həsəndən çox uzun da yaşır Həsən padşahla və St. George kilsəsində Diyarbəkirdə indi quyulanılıbdır. İki də ayrı qızı vardı ki, bunlar da Yunanı danışardılar. Amma əgər xanımlardan danışsaq, siz Azərbaycanda mən fikir edirəm hər cələsə danışanda bir dənə də xanıma rast gəlmişik. Yəni hətta şahdan danışanda, sultandan danışanda, hər kəsdən danışanda bir dənə bir şaha rast gəlirik. Biz Əli Əbülqasımın gələn cələsənin bəhsində fikirəm xanımlardan danışmışıq. Bir dənə də xanım bir şəxsiyyəti. Mən çox istəyirəm gələn cələsə əgər ömrü olsa Həmidə xanımla danışam. Mirzə Cəlil Qulizadənin xanımısı. Bu kimdir Mirzə Cəlil? Molla Nəsrəddin məcəlləsini eşitmisiniz də 100 il bundan qabaq Bakıda, bilmirəm, Tiflisdə və Təbrizdə çıxıbdı. Üç yerdə, yəni bu müntəşir eləyib Mirzə Cəlil. Təbrizə də gəlib, burada da çıxardıbdı. Biz bunun xanımısı Həmidə xanımla danışsaq, fikir edirəm yaxşı olgu qızlarımıza yararlana bilər ki, görərlər ki, nə şəxsiyyətlər var idi Azərbaycan tarixində. Biri də Saray Xatundur. Saray Xatun kimdir? Uzun Həsənin anasıdır. Bu əslən diplomat idi. Yəni o qədər bir zirəng və səyyas bir xanım idi ki, bir şöhrəti tapmışdı öz zamanəsində. Misal deyirəm, bu Əbu Səid Teymurlar bilirsiniz də, bu Teymur Lənc deyirlər, Teymur Qurəkani ya Kürəkən. Bu Əbu Səid onun در واقع şahlarından idi, Xurasanda idi. Bu durur gedir, məsələn, onun dərbarına, elçi ünvanında Saray Xatun gedir onun dərbarına. O da iddiası vardı ki, Azərbaycan mənimdir. Miranşah var idi, mənim cəddiminkidir. Miranşah da danışarıq əgər fürsət olsa ki, bu atdan düşür, məzi qarışır, nə olurəm. Və deyirdi ki, xop Azərbaycana qaytarın biz Teymurlara. Sonra bir yol bu Saray Xatun o qədər bunun mum kimi nərm eləyir, yumuşadır ki, bu tac bir kəmər göndərir qızıldan Uzun Həsənə, amma xop sonra cəng eləyir və axırda da 1469-da əsir olur və edam olunur. Ya məsələn gedir Osmanlıların saraylarına. Saray Xatun elçidir. Və cəlib budur, Paşazadə göstərilən əsri səfiyyə 752-də deyir ki, Sultan Məhəmməd buna anam deyirdi və o da buna oğlum deyirdi, oğlum Məhəmməd deyirdi buna. Hətta yazılarında, namələrində də oğlum Məhəmməd yazırdı buna. Yəni o qədər bir bərazəndə bir şəxsiyyəti var idi bunun. Uzun Həsən hər halda qanunnaməsi vardı ki, Səfəvilər zamanı istifadə olunubdu ki, rəiyyətdən nə cür maliyyət alsınlar, nə cür sistəmgərlik eləməsinlər, sənətkardan, tacirdən, savaşçıdan və biz nəqillərdə eşidirik mənşuruq bəşərə kuruş. Ağa biz onda vallah mərdük botunun pərəstişidir. Vallah gəlin ona sən bəhs eləyək. Bütün bot pərəstidir ki, onu bizə kitablarımıza, dərs kitablarımıza gətiriblər və nə cürsün olubdu İran tarixində. Nə əllər var, elə nüfuzdur da, hələ bəhs eləmirəm burada. Amma əgər istəsək vaqe'i bir qanunnamədən danışaq ki, Səfəvi dövrünündən istifadə olunub, hətta Osmanlılar ondan istifadə ediblər. Bu da Uzun Həsən ya Həsən Padşahın qanunnaməsidir. Tarixi siyasiyə yetişəndə bilirəm ki, bu bəhslər tarixidirlər, bəzilərini şayad yorur, bəzilərini vəzdə gətirir. Çünki bunları yığmaq, eyni samanlıqdan iynələri yığsınız. Öz tariximizi yığmaq çox-çox çətindir. Bizim bu tariximizdə zahiri bir zətlərdən hamı yazıb, bir zətlər bilir, amma bunları müdəvvən eləmək çətin işlərin biridir. Yəni hər kəs ki, tarix mövzusunu danışıb bilir ki, bir dəqiqə danışmağa heç olmasa gərək bir 50 səfə kitabı oxuyasan ki, bir kəlmə düzəməlli, taza bir söz tapasan. Tarixi siyasi də çox xülasələmişəm ki, cavan yoldaşlarımız darıxmasınlar hövsələ ilə qulaq bu vəziyyəti internetdə. Hey də söz yaranam ki, kəsilsin burada sözüm. Mənim səsim gedir ya getmir. Amma hop, bu qısa zamanda mən bunları deyim. Əmir Teymur ki, bunun da mövzusunda bir cələsəmiz olacaq. Öləndən sonra dağıldı. Yəni vərəsələr dağıtdılar, düşdülər bir-birinin canına, bütün o birisi türk şahları kimi. Azərbaycanda Mir Cəlaləddin Miranşah var idi. Bu Teymur Lənc, həmin Əmir Teymurun 3-cü oğlu idi. 11 ildə hakim idi Ermənistana, Gürcüstana. Bu atdan düşür və beyni qarışır. Yəni beyni qarışandan sonra adamların edam eləsin, Xacir Rəşiddinin bir məsciddə sümüklərin qəbristandan çıxartsın, oradan aparsın Yahudilərin qəbristanına versin ki, orada gərək qoyulayasınız. Amma
Qərə Yusuf biləxərə bunu öldürür ki, indi qəbri Səmərqənddədir bunun və tamam Qurkanı şahları ki, Hindistanda bilirsiniz onlar türklər hakim idilər. Hamısı bunun nəslindəndirlər. Yəni Miranşahın oğlanlarıdılar, uşaqlarıdılar. Həm bu tərəfdə bunlarla dav edir Teymurlarla, həm Sultan Əhməd Cəlairi ilə ki, o zaman Bəğdad tərəfində idi, Ərağın hakimi idi, Cəlairiyan. Həm onlarla savaşır. Həm yuxarı tərəfdə öz türklərimizdən Şirvanşahlarla ki, İbrahimə əvvəl İbrahim ki, onlar da axırda bəylərimizdən bizim olurlar. Çünki bəylər həman federalizm şəklində halət idi hökumətə. Pəs şərq tərəfdə Teymurlarla ki, axırda bu 21 avril 1408-də Sərdəri tərəfində Əbubəkir Teymuri ilə savaş edir də biləxərə bunları qurtarır. Ömürlərini qurtarır Teymurluların Azərbaycanda. Və düzdür, sonralar Şahrux bir seri gəldi, həmlə elədi, amma hətta oğlanları bu Qərə İskəndəri var idi, şah, Qərə qoyunlan şahlarından, Qərə Yusufdan sonra idi bu. Onun qorxusundan heç biri hazır olmadılar buranın hakimiyyətini qəbul eləsinlər. Və tarixi siyasi ağ qoyunlara yetişəndə bunların da ilk əvvəl başlanışı Qara Osmanla başlayır. Diyarbəkir tərəfində bir balaca hakimiyyət idi da, həman bəylərlərdən idilər. Yəni bir federal bir dövlət idi balaca. Biz baxırıq görürük ki, Qara Osman 1435-də Uzun Həsən sonradan gəlir der vaxtı. Bu vərəsə idi. 1457-də Qərə qoyunlular ki, Rüstəmbəy bunların rəhbərləri idi, savaşa gəlmişdilər. Diyarbəkir tərəfində bunları şikəst verir. 1467-yəcən yenə bu savaşlar vardılar ki, 6000 nəfər Uzun Həsənin ordusu var idi, ləşkəri var idilər. Axırda vurur Cahanşah. Amma Cahanşah həqiqi şair idi. Bu göy məscidi düzəldibdi. Əlbəttə göy məscidi bəziləri deyirlər bunun xanımısı Zübeydə xatun düzəldibdi. Bəziləri deyirlər Salihə ki, bunun qızıdır. Hər ikisində qəbri getsəz göy məscidi Təbrizdə düz gedin. Axırda yenir əşaya. 2 dənə qəbr sonradan kəşf oldu ki, bəli, bunların qəbirləri orada idilər. Ocan tərəfində, yəni Bostanava tərəfində bunların davilir Uzun Həsən və vurur Uzun Həsən ya Həsən Padşah Cahanşah həqiqi Qərə qoyunları öldürür. Minörski əlbəttə mühasibə edib ki, 25.000 nəfərlə bunun atçısı vardı, 10.000 nəfər piyadəsi vardı, amma 100.000 nəfərəcən deyirlər. Orada 6.000 nəfər qeyd olub tarixdə. Həsən Əli Cahanşahın oğlu idi. Bu ləşkəri yığır, amma Mərəd tərəfində bu da şikəst yeyir və eləyə bilmir ki, ağ qoyunları tuta bilsin. Ona görə Qərə qoyunlar süqut edirlər və 1468 miladında ağ qoyunlar Təbrizdə, onlar da Təbrizdə idilər, başkənd Təbriz idi. Bərpa olur, hökumət təşkil verir. Qələmroları Sivasdan tutun, Kirman, Fars, Əraq, Fırat tərəfində, Hərat tərəfində, hətta Əfqanistanda, Qafqaz tərəfində, Əşadə, Xəlici, Bəsrə, Xurasan tərəfi. Bu bəylər bəyinkəha burada işlətdik. Minurski deyir ki, bu Şah Abbas zamanından mod olubdur. Minurski də indi uşaqlardan kommentdə soruşmuşlar. Bu Minurski axı cəlib bir pədidədir. Buna pul verir də Şah ki, məsələn, kütlərə tarix yazsın. Mən Minurskinin fəqət iştibahlarının birini istəyirəm. Ha sizə deyəm. Bu Sazmanhay İdari Hökuməti Səfəvi kitabındakı 1333-də Tehranda çap olub, səhifə 163-də deyir ki, Şah Abbas zamanından bəylər bəyi mod oldu. Kəlmə və bunun şəkli hökumətdarı o zaman mod oldu. Amma gəlin bir ayrı mən kitab sizə deyim. Əmir Teymurun Vəsayət kitabı, Osman oğlu kitabı yazıbdı. Bakıda 1991-də çap olub, səhifə 7-də. Orada Teymurdan bir söz yazıbdı. Yazıbdı ki, mən tapşırdım 4 nəfər bu 313 nəfərdən bəylər bəyi seçilsin. Ustandar der vağı məsələn indi halətdə deyək. O zaman pəs Teymur zamanında bəylər bəyi var idi. Bu nə cür gətirir Səfəvi zamanına? Biz görürük ki, pəs Minurski düzəməlli bir tarixçi də deyil. Bu cür iştibahları var, fahiş iştibahdır bu. Və bəd az 1501 Tazaşdan vərəsələr düşürlər bir-birinin canına ağ qoyunlarda, çünki hamısı da çiçi idilər. Bu der vağı
1501-də Şah İsmayılın qılıncının zərbələrinin altında bunlar dağılırlar. Hər ikisi türkəmən idilər, hər ikisi müsəlman idilər. Düzdür, şiələr qara qoyunlu idilər, sünnilər ağ qoyunlu idilər və bu əlbəttə bunu Qurdilistviki ilə Petrovistviki deyiblər, ikisi deyiblər. Mən məsələn Göyməçdə görürəm ki, hər ikisi də var. Yəni həm Həzrəti Əli vardı, həm deyirlər içəridə yoxdur, 4 dənə xəlifənin adı yazılmayıb, eşik tərəfində var. Bəziləri də deyirlər yox, Uzun Həsən zamanı, Həsən Padşah zamanı bunlar artırılıblar, sonradan yazıblar bunları. Bunlar bir-biri ilə də yaxşı rabitələri var idi ha, həmişə də savaşda dərdilər. Düzdür, bunlar məsələn Qaraqoyunlular Osmanlılarla əlbir olurdular. Amma Ağqoyunlular üçün təahhüddarı var idi bu Məsihlilərə və Despina xatun əslən birdən görürsüz ki, Osmanlıdan elçi gəlirdi, səfir gəlirdi. Bu saraya, kaxa icazə vermirdi bunlar gəlsinlər. Bir yerdə məsələn Əbubəkr Tehrani kitabı Diyarbəkirdə cildi 1 səhifə 58-də deyir ki, Qara Yusuf namə yazdı Qara Osmana. Yəni ağ qoyunlardan, qara qoyunlardan ki, Qara Yusuf idi. Qara Osman ki, ağ qoyunlardan idi 1378-1435-də dedi ki, biz hər ikimiz də türkəmənik, yəni müsəlman türküq. Gəl bir-birimizə yügürməyək, bir-birimizi öldürməyək. Yaxşıdır ki, biz ikimiz əlbir olaq, Rumla, cığta ilə savaşaq. Ya məsələn, səhifə 302 həmin kitabda deyir, o zaman ki, Uzun Həsən qışlaqda idi, elçi gəldi Cahanşah tərəfindən. Dedi ki, gəl sülh olsun, barışaq və barışdılar. Və sonra biz görürük ki, məsələn, Gürcüstan savaşında Uzun Həsən Cahanşaha qılış göndərir, təbrik deyir. Məsələn, Həsən Padşah qılınc bağlır, deyir, mənim hökmranlıq nişanımdır. Amma hər halda 1467 savaşı vururlar, öldürürlər. Uzun Həsən həmlə edir birdən-birə və onu öldürürlər. Sonralar bir Sultan Məhəmməd Doğum, həman Sultan Məhəmməd Fatih deyirlər də tarixdə. Buna bir namə yazıbdı. Mənşatul Səlatində səhifə 274-də gəlib bu Firuddin Bəygin kitabında ki, orada tozih verib dəqiq bunun nəcrüsünə işləyib, bu nəcr öldürdüm və uzundur. Xatimi sözümüzü istəyirəm qurtaraq. İndi necə Amerika var, Rusiya var? O zamanda Osmanlı var idi, Teymuru var idi və bunlar da bir-birinə savaşırdılar, birdən ona gedirdilər, bu bundan himayət edirdi. Məsələn, Osmanlı eləyə bilmirdi, çox aşkarda bunlardan himayət eləsin. Çünki axı Teymurlardan da çəkinirdi. Eyni necə Rusiya İrana çox köməklik eləyə bilmir, çünki axı mənfəəti mallısı məsələn İsraildən gəlir. Eyni o cür bir müadilə də o zaman var idi. Qara qoyunlular məsələn Osmanlılarla yaxşı irtibat davadı, Qara Yusuf məsələn Sultan Məhəmməd əvvəlindən bir idilər və bunların hətta rabitələri yaxşı idi qahan. Amma düşdülər ki, bir-birinin canına. Veniz ki qarışdı araya. Sultan Məhəmməd Fatihi در واقع bunlar yıxdılar. Orada yıxmadılar ki, Məsihlər yıxmadılar ki. Bunu bu əldən elə istəyirdi getsin necə Səfəvilər zamanı dedik, bu əldən daldan bunlar əziyyət edirdilər. Bunlar da onlar həmlə edirdi. Qabaqda getsinlər. Bunlar bu birisi tərəfdən arxadan bunların yerlərinə gəlirdilər və əziyyət edirdilər. Hətta nəxşəsi var idi. Həsən Padşahın nəxşəsi var idi. Bunlarla əlbir olmuşdu Venizlərlə ki, mən gedəcəm, eyni Pəhləvana nəxşə çəkmişdi, gələcəm budur oturam taxta. Bu da İstanbulda qərar idi, İstanbulacan bununcu olsun, orada taxta otursun. Bəli, bir dənə kitab vardı. Fatih Məhəmməd və Uzun Həsən mücadiləsi. Bu məqalə vardı, Turanna məqaləsi şumarə 4-də ki, araşdırılmaların dərgisi Ankara 1965 səhifə 117-dən deyirəm ki, bu icazə vermədi Despina xatun, həman Teodora icazə vermədi ki, Osmanlılar gəlsinə irtibatlar olsun. Əsləhə gəlirdi məsələn Venizdə. Amma məsələ budur. Vəsiyyəti ki elir axırda Uzun Həsən, Həsəni Padşah deyir ki, mənim təbarımdan heç kəs bundan sonra Türklə savaşmayacaq, Osmanlılarla savaşmayacaqsınız. Elə bunu da həmin bu ay Şah Mərsik tərcümə edib səhifə 141-dən deyirəm. Və ondan sonra o cür oldu da Sultan Yaqub
Məsələn, Osmanlılarla hədiyyə gedib gələrdi. Bayazid məsələn Təbrizə hədiyyə göndərərdi. Hətta bunlar bir-birlərindən ilişkiləri olurdu, qız alırdılar, qız verirdilər. Əslən Güdək Əhməd ki, məsələn gəldi şahlığa, bunlar Osmanlılar göndərdilər, orada pərvəriş tapdı və biz baxırıq görürük ki, tarix boyu biz bir-birimizdən kötək yemişik. Yəni Türklə əgər savaşmasaydı, İslamın qılıncı idi. İslam dünya yayılmışdı və eləyə bilmişdi Türk də müsəllət olsun hakimiyyətə ki, layiqdir. Dünya hakimiyyətində mənşəyi xeyir olsun, amma bu cürsuna olmayıbdı. Ayrı nəticə ki, bugünkü bəhsdən alırıq, o da budur ki, mühacirətlər ki, türklərin dilinə məntəqi olubdu, Azərbaycan sonradan türk olub, bu görürük Teymurlardan çox qabaq idi, Səlcuqlardan çox qabaq idi. Həm Farux Sümer, həm İnanc, həm Kamran Quran. Biz görürük ki, Oğuz kəlməsini ərğun eləyiblər. Baxın, imlasını bir daha kağızda yazsaz Oğuz və ərğun, zı bir zərəf vurasaz n olur. Ki desinlər, bəli, bu üçün Teymurların zamanında Ərğun şah var idi, o zaman gəliblər. Çün bu Oğuz qalsaydı, Oğuz zamanı xub İslamla qabaq gəliblər. Bunlar hamısı tarix oyunlarıdırlar. Əgər suali var, mən eşideyim, suali yoxdur, mən xudahafizlik eləyəcəm. Salam arz edirəm. Bir daha ay döktür Ziya Sədrə. Təşəkkür edirəm sizdən də ay döktür Rəhman Bayraq poziklərinizə görə. Biz ayı tabanı eşitməmişik. Siyavuş bəy də gəliblər. Ümid vardı ki, çox suallar da vardı. Mənim özüm də ay döktürdən elə Ağqoyunlu, Qaraqoyunlulara görə bir sualım olacaq Sahih Ulum siyasətdə. Əgər ay taban siz qısa bir söhbətiniz olsa bu seri inşallah mayxız açılar. Sizi eşidək, sonra da Siyavuş bəy eşidər o tez-tez. Buyurun, mayxızı açın ay taban. İnşallah ki eşidər. Səs vardı, güzəştəli. Bəli, vardı. Buyurun. Buyurun. Əlbəttə Əmir Teymur dövrəsində moğəyi ki, xanlar Əmir Teymurdan qorxurlar və qərbə tərəf hərəkət eləyirlər və usulən Anadolu Türkdən boşalır və o Bayazıdla savaşdan sonraki Bayazıd şikəst verir, bir dövrəyi fitrət yaranır ki, o dövrəyi fitrətdə Məhəmməd Çələbi sultan olur Osmanlıda. Və həmzaman bu hurufilər də bir tərəfdən hücum gətirirlər. Amma Uzun Həsən cərəyanı Sultan Məhəmməd Fatih fikr edirəm 1467-68-də Otbeyli savaşında Uzun Həsəni şikəst verir və təqribən demək olar ki, daha Ağqoyunluların vərəqəsi bükülmək halətindədir. Və ondan sonra baxırıq görürük ki, 1500-də kamilən Ağqoyunlu aradan gedir və onların yerin Səfəvilər tuturlar. Bunlar hamısı baisi demək olar ki, Otbeyli savaşı və Uzun Həsənin Pontos hökumətindən himayət eləməkdir. O məntəqəyi ki, Trabzonda o şahlıq var idi, təqribən demək olar ki, Bizansın yarısı hesab olunurdu və Pontos şahlığı deyilirdi və Despina xanım da onun qızıdır. Bunlar o tərəfdarlıq ki, Uzun Həsən Pontos padişahından, Pontosluqdan eləyir, o bahis olur ki, Sultan Məhəmməd daha dayanammasın və şərqə tərəf qoşun çəksin və qərbidə boş qalsın cibhələr. Çox məmnun, yorulmayasınız. Mən də təşəkkür edirəm söhbətləriniz üçün. Hər halda ki, sual da olmasaydı sizə eşitdik. Siyavuş bəy, əgər sualınız var, qısa olsun, tüm otağımızın vaxtı yavaş-yavaş qutulur. Buyurun, siz də eşidək. Salam ərz edirəm hamıya. Ərz olsun, mən fəqət istedim o cəhətlərin, coğrafi cəhətdən ərz edirəm ki, əgər iştibah eləməsəm, yanlış olmasa, Profesör Ağasıoğlu buyurur ki, qara şimaldır, qırmızı cənubdur, ağ qərbdir,
mavi ya Xəzər şərqdir. Və bu 4 dəniz də Xəzər, Qara dəniz, Ağ dəniz, Dəryای Surx ya Qırmızı dəniz vardır. Və bunun bu əhatə edibdir tühləri. Tühlər buradan elə əvvəldən vardılar, indiyənəcən və tamqalar da bütün bu coğrafının hər nöqtəsində vardı. Təşəkkür edirəm. Mən də sizdən təşəkkür edirəm. Əgər bir izafə bir məsələ olsa, Aydöktür hər zaman maykını aça bilər, bir şey də izafə edə bilər, izah verə bilər. Hər halda Əli bəy, siz də eşidək, sonra Aydöktürü eşidək və son sözü verəcək Aydöktür Rəhman Bayraq. Ay Əli Qolçin, buyurun. Salamlar və saygılar əziz yoldaşlar, dildaşlar və xüsusən Rəhim Ağbayraq cənablarına. Mənim bir dənə sualım var idi. Şayət hələ çoxlu bəhslərdə də bu sual təkrar oluna. Bir dənə nəxşəyi cənab Rəhim Ağbayraq öz Telegram kanalında yayıbdı. Ağqoyunlu və Qaraqoyunlu bəhsinin demək olar o coğrafiyayı hakimiyyət nəxşəsi. Bir dənə mənə sual yarandı. Bu ki, hala qədim zamanlar təbiətən ki, bu nəxşələr yox imişlər. Bu nəxşələr nə cür? Aya kifayət qədər sənədlər vardı ki, bu nəxşənin özündə məsələn göstərir ki, Qafqaz məntəqəsindən başlanır ta İranın şərqi bölgələrinə qədər. Aya kifayət qədər sənədlər var ki, bu nəxşələr belə yayılır və hala indiki nəxşələrimizin üstündə göstərilir. Bu bir dənə mənə sualdır, hala ki, bu hökumət Ağqoyunlular və ki, opsi hökumətlərdə elə hərdən belə bir nəxşələr yayılır. Mənə sual olur ki, aya nə cür o zaman aya bu nəxşələr var imiş? Kifayət qədər sənədlər vardı ki, məsələn görsədə orada ki, məsələn Qum, Simnan, indiki Qum, Simnan bölgələri o hökumətlərdə var imişlər. Aya onları məsələn hakim təyin edildilər, kitablarda, sənədlərdə işarə olunubdu. Təşəkkür edirəm. Çox məmnunam söhbət sizə görə. Həttəmən Aydöktür Rəhman Bayraq yaddaş buyururlar, yaddaş götürürlər, lazım olan son söhbəti ki veriləcək Aydöktürə, orada tozviklərini verə bilərlər. Aydöktür, ziyasət çox xoş gördük. Gec də olsa, buyurun siz də bir hissə eşidək, otağımızın axırıdır və bir daha da sualım sizdən olacaqdı. Məmnun. Mikrofonu aça bilərsiniz Aydöktür ziyasət. Bəli, mən əgər sualınızı buyursa, salam arz edirəm xanımlar, ağaların xidmətlərinə. Əgər sualınızı buyursa, sonra mən bir yerdə cavab verirəm. Çox məmnun lütfünüz vardı. Çox da sizin də səsi eşitmirdik, səadət yox idi. Hər halda ümumi siyasətdə Aydöktür, imperatorluq bir hökumətə deyər ki, neçə qovmiyyət, neçə dil, neçə fərhəng, neçə hüviyyət ki fərqlidir. Orada hökumət qurubdur. Və tərifdə olanda imperatorluq böyük coğrafiyaya şamil olur. Yəni saaxtar şahənşahı ya hökmranıha ki, məntəqəyi, məhəlli müstəqildirlər, vəli tabeiyətdə mərkəzdir. Bildiyimizə görə Ağqoyunlu, Qaraqoyunlular Təbriz, Bəğdad, Ermənistan, Gürcüstan ki, fərqli dində, fərqli məntəqələrdə vardı. Və در واقع biz deyə bilirik ki, federalizmi ki, bu gün deyirik, bəli, keçmiş federalizmi sünnəti. Aya biz Qaraqoyunlu, Ağqoyunlulara niyə imperatorluq ləqəbi verə bilmirik və ya bu düz olmazdı ki, imperatoriya Qaraqoyunlular, Ağqoyunlular deyək, necə ki, Qacar şahlarına imperatoru adlanır. Buna görə də nəzəriniz olsaydı, istədi, bu mənə zehnimdə sualıdır ki, niyə bunlara imperatorluq deyilmir? Buyurasınız Aydöktür ziyasət. Təşəkkür edirəm. Əvvəl mən sualınıza qısa cavab bildiyim kimi əzizlər də. Bunlar əvvələn ömrləri çox dəyirdi. O tərif ki verdiniz düzdür. Amma ömrləri çox dəyirdi. Ondan sonra da arz eləyim ki, o sistem gərək ola.
Məsələn, ilamdır. Mən o cür ki, İranın tarixində 3 şəkl hökumət varmış. Əvvəl Mülukü Təvaifi ilə başlanıb 3200 miladdan qabaqdan ta 2100 miladdan qabağacan Mülukü Təvaifidir. Sonra bir nəfər çıxır İlamda əvvəlin lüğət şahənşahı özünə işlədir ki, hər şah o 60 şəhri ki, bunlar müttəhid eləyib onun şahıdırlar, bu şahların şahıdır, Şuşun şahıdır. Onlardan da o kətibəsinə görə ki, Muzey Luvrudadır, ciroqan alır ki, qəramət versinlər, qoşun versinlər, gedərlər eşiyi ilə savaşaq, içəri ilə də davanı məmnu edir ki, bibi ilə daimən davada idilər bunlar. İlamdır, Həxamənişidir, Əşkanıdır və Səlcuqidir. Bunlar federal sünnətidirlər, yəni şahənşahıdırlar. Məlikanşahdır onun adı, adı Həsəndir. Şahlar, müda gözəlliğə görə Məlikşah deyilir. Bəqiyyə Məlikdirlər, Məlik Həsən, Məlik Suud filan, bu adlar da o dövrədən qalıbdır. Bu şahdır. Şahənşahda ikisinin də adları bir-birindən taydır. İstədim bu qısa tozihi vermiş olam. Odur ki, 3 tane, bunlar imperatorluqdurlar. O birisilər də biraz geniş, məsələn, Səfəviyyə də demək olur, Qacar ki, əslən deyir. Ahmədxan qalsaydı, şayət imperatorluğa təbdil olaydı. Vəli o özünə şahlıq demək, elə Sultan İbn Sultan Fətəli Şahın nəqlidir ki, o kişi ki, bunun dədəsinin çadırından, hədayanı nənəsinin çadırına aparmışdı, gətirir qəsrə, deyir, eşitmişəm, sən mənim dədəmin qəsrindən, nənəmin qəsrinə, deyir, bəli, o çadırdan bu çadıra, deyir, əlhəmdülillah, özün sındırmır, deyir, əlhəmdülillah, Allah bizi çadırdan qəsrə gətirib. İstədim bu Sultan İbn Sultanı da elə onun tayıdır. Odur ki, biraz zad eləməliyik, bir elə əzizlərin fərmayişlərinə Aytaban və ərz eləyim Ustad Ağbayraq onların fərmayişlərinə mən bir qıssa zadım vardı, bir nəfər var idi, adı profesor, hətmən tanırlar Ağbayraqda, Walter Hins idi. Bu bir kitab yazdı, Ağqoyunlu və Səfəviyyə təşkil nəxustin dövlət milli dər İran. Mən təsadüfən gəldim, familim var idi, indi Avustraliyadadır, Almanla. Getdim bunu gördüm. Dedim, Ağqoyunlu ilə Səfəviyyənin nə fərqi var Qaraqoyunlu ilə? Sül Məsihiyyətdən dif eləyiblər, milli hökumət olar. Milli hökumət inqilabı sənətidən sonra İnqilab-ı Kəbir Fransa ilə başlanır, İnqilab Amerika ilə. Güldü dedi, mən onun vabəstə fərhəngi Hitler idim Ankarada. Düz deyil, daha da nazistli zatları yox idi. Sosial demokratıdır. O kitabı Ankarada o vaxt yazmışam, o təmayülatla, o təfəkkürünə. Sözün düzdür. İstədim o kitaba, bunu məndən sonra özgədən İranlılardan bilmürü, istədim bu nöqtəni demiş olam orada. Odur ki, ərz eləyim ki, bu Avropalılar elə ki, Sultan Məhəmməd Fatihdən şikəst yedilər, başladılar, elə ondan qabaqdan da bu əldə bir müttəhid Dağıstan gəzmək. Əvvəli kimdir? Əmir Teymurdur. Şahı Kastil ya Kastila şahı ki, Şibh Cəzirə İberidə, bu İspanya bugünlərim oradaymış. O bir seri hədaya yollamışmış Əmir Teymura. O kitabda yazır ki, ərz eləyim, Dərvağı İldırım Bayezidi şikəst verdi, saldı qəfəsə götdü, gətdi. Onu
Walter Hins yazır 50 il süqutu Qüstəntəniyə dalıya düşdü. Yoxsa tamam qoşunlar da gəlmişdi, hamısı şikəst yemişdilər. Əgər Teymur gəlməsəydi, Sultan Məhəmmədin dədəsinin dədəsi İstanbulu fəth edirdi. Onu şikəst verəndən sonra neyniri orada yazıbdı. Kastil şahının nümayəndəsinə hədayə ilə qeytərir ki, məmuriyyət əncam verdik be istilə. Çox məmnunam ay doktor. Bir dəqiqədə Bir dəqiqə buyur. Uzun Həsən də kağız ki yazır elə orada Avropa şahlarına düşməni müştərək yazır. Uzun Həsən həman xətt idamə verdi, Səfəviyyə də həman xətt idamə verdilər. Nadir istədi o xətti dəyişə, müvəffəq olanmadı. Konqrey Muğanda, Nəcəfdə və ərz eləyim Türkmənistanda. Təşəkkürlər. Mən də təşəkkür edirəm sizdən. Ay doktor, suallar ki oldu. Ay Əli bəy və özünüzü də bir artırmalı lazım olsa. Buyurun, son söz sizdədir ay doktor Rəhman Bayraq. Çox sağ olasınız. Xüsusən ay doktor Ziya cəlib nöqtələrə işarə elədilər. Bu Walter Hins çox cəlib bir karakterdir ki, bir zamanı yetişəndə danışarıq. Bu Farsiyi də çox gözəl bilirdi. Hətta Türkiyi də qəşəng başarırdı və İran tarixinə də yaxşı cəhəllər eləyibdi, gözəl cəhəllər eləyibdi. Aruşu Mordnə, Xamenşlər Mordnə ki, söhbət eləyəcək. Yoldaşlarım biri sual soruşdu ki, aya bu mərzləri qəsd demək olar? Yox. Düzdür, indi hərə bir millət rəngi götürüb özünə bir nəqşə çəkir. Bu Sasaniyandır, bu Həxamənişyandır ki, o tarixlərə heç demək olmaz. Bunların zamanında da mərz bir müşəxəs bir şəkildə dəyirdi. Hər ildən ilə hətta, məsələn, hər şahdan şaha bunlar əvəz olurdular. Amma biz gəlirik, mükatibati ki, məsələn, indi gündəmə mən Şah Salatini dedik, bu namələr ki var, xüsusən nüsxəyi xətti ki, İstanbulda çoxdular. Biz onları araşdıranda görürük, bəli, buradan məsələn elçi gedir, oradan xərac alınır, oradan hakim təyin edilir. Bunların əsasında eləyə bilirik deyək, bəli, bu mərz məsələn bu şah dövranında bunların qələmrosu idi. İndi qətiyyətər demək olmaz. İndi bu mərzləri ki, bugünkü zamanda, müasir zamanda vardı, heç o cursuna dəyirdilər. Daimən əvəz olurdular. Kulli bir şəkildə, o nəqşələr də kulli bir şəkildədirlər. Və çoxları da əlbəttə bunlar çəkələ qeyri-vaqi binanədir, yəni arzularıdır. Yoldaşlarım biri sual soruşdu, bu rənglərin moردində mən nəzərimi dedim. İndi gərək ki, şumallığında qəhtidir, hamı iştirak vardı. Amma sarı bu ki şərqidir ya cənubdur, abi qərbidir ya ağ məsələn şərqə tərəfdir, bunlar ixtilaf nəzər var. Biz əsasda bir baxanda məsələn birdən görürük ki, göy türklər, Turkan asmanı iştibahdır. Göy burada məni gətirir ki, məsələn üst tərəfdə olanlar. Ya məsələn altın ordu. Məsələn Bağdadın üst tərəfi nə deyir? Qara Bağdad. Biz görürük ora şimaldır. Pəs bu əsas məsələn Ağun deyəndə biz görürük ağ tərəfi gedir bu halda şərqə. Bunlar dəyişik halətdə və ünvan istiarə istifadə olunublar. Kullusun mən öz nəzərimi və bərdاشtımı dedim. Bu ki bu gecə söhbət elədik. Neçə cələsələr biz bunu bəhs eləmişik ki, türklərin Ayət Ziya da buyurdular, bir-biri ilə savaşması zərərimizə qurtarıbdı. Dedi, دو نفر دزد خری دزدیدند. سر تقسیم به هم جنگیدند. آن دو بودند چو گرم زد و خورد دزد سوم خرشان را زد و برد. Yəni iki nəfər bir tapmışdılar bir eşşək. Onun üstündə oğurlamışdılar, dava edirdilər. O birisi davanın içərisində 3000-cü gəlir bunu götürür aparır. Bizim məsələ də buna bənzər. Mən nəhai sözümü bir iki beyt şeir deyirəm. Cahanşah həqiqidən həman əvvəl ayət buyurdular. Əvvəl şiə şahı ki dünyada deyirlər, elə bu Cahanşahı deyirlər. Cahanşah Qaraqoyunlu Cahanşah. Həqiqi deyərdi şeirdə özünə təxəllüsü bu idi. Deyir, yarın qəmində bulmadı hər bi səfa səfa. Yarın vəfasını nə bilir çəkməyən cəfa.
Əqlim itirdi Leyli و Məcnun hekayətin, şirin yolunda oldu çün Fərhad can fəda. Gecəz xeyrə qalsın. Çox məmnunam, sağ olasınız. Kimya xanım, əgər söhbət olsa, son söhbət sizdən eşidək və mahnı da son şeiri və mahnı ki olacaqsa o da eşidər. Buyurun Kimya Mən xanım. də çox təşəkkür edirəm xüsusən hörmətli Döktür Rəhim Ağbayraq cənablarına və səlamı çox məhəbbətimi də sunuram hörmətli Döktür Ziya Sədrül Əşrafi və cənab Tabana. Çox ürgəşmişəm onlardan və hər zaman mən onların şagird olaraq qalacağam və çox sevirəm ki, hər zaman onlardan ürgəşəm. Rəhim Ağbayraq cənabları da özünə bir xas yerləri vardı millətimizin içində və mənim də yanımda. Mən çox təşəkkür edirəm hamıdan ki, bizi eşitdilər. Eliyar bəy, səndən də çox təşəkkür edirəm. Mən bir dənə link üstə otağı, o zamanda ki, biz musiqini eşidəcək Bəxtiyar Vəhabzadədən hər zamanki kimi otağımızın axırında qoyan şeiri. Mən bir dənə link üstə paylaşacağam ki, Bilgəmiş podcastidir. Döktür Rəhim bəyin tamam danışıqları orada bu gün axşamacan yüklənəcək. Hər kəs ki, burada profaillərin altına gəlsə, təbiətən neçə dəqiqədən sonra otaq profaillərimizin altında olacaq. Sonradan otağa gələnlərə xitab qərar verim. Onlar ki, əvvəldən otaqda olublar. Çox təşəkkür edirəm ki, bizlə idilər, bizə yazdılar. Biz də oxuduq və onlardan da ürgəşdik. Allah Döktür Rəhim bəyə səhət bədən versinlər ki, biləxərə həmrahlıq elədilər və biz də çox ürgəşdik. Orada yüklənəcəkdir. Mən linki qoyuram, sonra bərabər musiqini eşidək. İlqar bəy, buyurun, sizin fərmayışınız olsa. Ərz olar, çox məmnunam, təşəkkür edirəm. Mən də hamıya can sağlığı arzu edirəm, özəlliklə Ay Döktür və gözəl ailəsinə. Sağ olasınız, var olasınız. Ey vətən oğlu düşün, bil ki sənindir bu vətən.